Salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? İnşallah yaxşı olarsınız. Bugün maraqlı video çəkmək istəyirəm bir yerdə. Məryəmlə Elçin bir araya gəldisə, biz nə etməliyik? Mütləq video çəkməliyik, hə? Dostlarımızı salamlayın, geçək. Salam dostlar. Salam. Necəsiz? Ay, sağ ol, belə ürəkli olun. Elşan dayı həmişə salamlayanda quru-quru salamlayır. Deməli, bu gün uşaqlardan fərqli, amma məncə illər sonra bizim üçün çox dəyərli olacaq. Yəni sizlər üçün çox dəyərli olacaq video çəkəcəyik. Mənə elə gəlir ki, hər uşaqla bu videonu çəkmək lazımdır. Məryəm qardaşımın qızıdır. Deməli, o 10 yaşındadır. Düz deyirəm, Məryəm? Elçin 7 yaşındadır. Ömər oxuma yazması yoxdur. Bu il 5 yaşlara gedəcək inşallah. Ona görə ona rəsm vermiş ki, başın qaçsın. Bugün deməli, istəyirək ki, özünüzə 10 il sonraki Məryəmə, 10 il sonraki Elçinə məktub yazın. Bu məktubu saxlayacağıq, 10 il sonra açacağıq və həmin videonu çəkəcəyik. Ki, həmin arzularımız, həmin istəklərimiz yerdən yetirmi yoxsa yox deyə tək Allah arzularınıza çatdırsın hər birinizi. Arzumuzu yazacağıq. Düşüncənizi yazın, xəyallarınızı yazın, arzularınızı yazın. Hazırsınız? Onda görə 10 il sonra özünüzü necə, 10 il sonra görə özünüzü necə təsəvvür edirsiniz? Böyüyəndə məsəl üçün nə olmaq istəyirsən, indiki arzun nədir? 10 il sonra harda yaşayacağını düşünürsən? Ən çox sevdiyin şey nədir? Tamam. Bəs, bunlar haqqında istədiyiniz yazın. Qarşınızdakı kağızı yazırsınız. Dərslərin də açılmana bu arada az qalıb. Mənə qulaq asmayın, siz yazın. Tamam. Hər bir uşağa zehin açıq arzulayıram. Bir də onu unutmayın ki, Məryəm Elçin, bu məktubu 10 il sonra oxuyacaqsınız, tamam? Yaxşı? Hər şey haqqında yaza bilərsiniz. Məsəl üçün, 10 il sonra ananıza, atanıza nə demək istəyirsiniz? Düşüncələriniz nədir? Çoxlu pulunuz olacaq, eviniz olacaq, nə bilim, telefonunuz olacaq və yaxud da nə istəyirsiniz yaza bilərsiniz də. Elə bil ki, bu məktub sizə zaman kapsuludur sanki. 10 il sonra oxuyacaqsınız və öz düşüncələrinizi onda alacağım sizin. Müsahibənizi götürəcəm ki, nə istər keçirdiniz o məktubu oxuyanda. Bu arada Enisi yatışdırmışıq. Səsi gəlir. Ömər, sən nə çəkirsən? Ev. Çək, axırda göstərək bizdə. Aramızda izləyən mamaları varsa, anaları varsa, mütləq yəni uşağınıza yazdırın. Maraqlıdır. Düşüncələri maraqlıdır. Gələcəkdə yazdıqları real olacaqmı deyə maraqlıdır. Bu arada yenə qeyd edeyim, Enis yatıb deyə aslı səslə danışıram dostlar. İnşallah ki, səsim yaxşı gəlir. Zaten bilirəm. Yazdığımı. Sən də bilirsən yazdığımı. Yazdığınızı demək məcburiyyətində deyilsiniz. Gələcəkdə inşallah bu məktubu saxlayaq, mütləq saxlayaq. 10 il sonra açarıq, oxuyarıq birgə. Kullana bilərəm. Rəhlərdən istifadə edə bilərsən, əlbəttə ki. Tamam. Yazdın, qurtardın. Bunu yəni çəkəyim. Sən yazdın, bitirdiyin için. Ha, Sen şimdi de de bitirdin mi? tarçın. Bitirmedim. Tamam, yaz. Aktardım. Aferin mən babama. Arzu yazdın, xəyal yazdın, ürəyindən keçən hər şeyi yazdın deyə düşünürəm. Unutmayın dediyim kimi, bu məktubu biz 10 il sonra oxuyacağıq. Yaxşı? Elçin, sən də bitirdin yoxsa? Az kaldı. Yaxşı. Bitti. Ay, Ben de bitirdim. İndi sizə bir dənə sual verim. Bittim. Gələcəkdə, Bittim. aferin balama. Gələcəkdə 10 il sonra öz ananıza, atanıza nə demək istəyirsiniz bu videoda? Sırayla danışın. Sana. Hə. Ana. Beləcə ölmək. Çox sevəm və beləcə ölmək. Çox gözəl keçməyini istəyirəm. Videolarımız gəlişən olmasını istəyirəm. Gerçekten sen çok güzel bir anasın ve atam ise benim istediğim her şeyi yapır. Ama atamı çok sevirəm. İstəyirəm ki, onları bəyəndə sevindirmək üçün üniversiteti bitirmək istəyirəm üniversiteti. İnşallah. Bir dənə sana sualı verim ona. Bəli. Biz yazdığımızı oxuyacağıq. Oxumursuz. Xeyr, sadəcə buradan sual demək istəyirdim. Mən sizə sual vermək istəyirdim. Ha, tamam. Ben yazıp kalmışım. Gerçekten çok güzel bir resim çekmişim. Bu video bizim üçün sadəcə bir xatirədir. Elə deyil. Var bir dənə. Tarixdə yazın.
Bugünkü tarihi de yazın, onu sonra Bugün bilək. Bursa'dan 21 Avqust. Arkasına. Hə, arxa hara istəyirsən yaz. 21 Avqust 2026-cı il yazın. 21 Ağustos. Bu videoya baxanda sizdən bir xahişim olacaq. Gələcəkdə Allah qismət eləsin. Bugünkü gününüzü unutmayın, yaxşı? İndiki özünüzü unutmayın. Arzularınızı, gülüşünüzü, uşaqlığınızı, bir-birinizə keçirdiyiniz gözəl günləri, bunları unutmayın. Yaxşı Məryəm, Elçin? Yaxşı. Nasıl? Ben yazıp takip ettiğim Aferin. Qatda var və Bibi. Bibi saxlasın. 2026 yazdım ki. Ben bunda Aa, sağ ol. 10 il sonra videoya baxanda görək nə Yazdım. deyəcəyik. O vaxtdan bu vaxta nə dəyişdi Ben ne deyəcəyik. çok içinde kodladım. Ben kodlar bilmiyorum. 2036-cı ildə görüşəcəyik və məktubu açacağıq. Videonun sonlarına yaxın Zakir də gəlib çıxdı. Qardaşımın oğludur da. Ağzını yazacak halde. Dediyim kimi, yəni öz arzunu 10 il sonra xəyallarını yaz, arzunu yaz. Məktubu yazacaqsan, 10 il sonra məktubu açacağıq. Öz düşüncəni, arzularını nə istəyirsən yaz. Amma 10 il sonra bu məktubu açanda bugünkü Zakiri unutma. Yaxşı? Bugün anne çaşdı. 21 Avqust 2026, 2036-da Allah qoysa açacağıq. Duyğulu video oldu məncə. Əyləncədən çox daha çox duyğulu videodur. Ha, ben de onu diyecektim. Yazdım. İngiliz. İngiliscə yazıb yenə. That's it. You finally made it. Ne olacak? Bu- İngiliz dilini. Azərbaycan dilində tərcümə edəndə bəs qəribə çıxır. Ev yox elə. Demək ki, bura qədər imiş, başardın. Remember, it's not never too late, never too soon. Yəni heç vaxt gec deyil, yadında saxla. Heç vaxt da tez deyil. Allah arzularını çatdırsın. Sağ olun. Çalış elə. Tarihi yaz. Sağ olun dostlar. Abunə olmağı unutmayın. 21 Ağustos yazayım. 2006. Te buradadır. Ha. Şöyle bir Bunu da insan verirsən bakalım. bir yer. Ay sağ ol. Buyurun, Sənin sağ bir ol. saxlayır. 10 il sonra qismət olarsa çəkəcəyik elə. Kimin atsaxdı? Dostlar, Elçinin yazdığı. Şimdi hoşçina Quran. Allah sizləri qorusun. İndi görək Məriş nə yazıb da. Amin inşallah, inşallah. Sağ olun, salamat qalın. Bu cür videoların gəlməyini istəyirsinizsə kanalımıza abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində şərh yazmağı unutmayın. Anamın da kadın. Savunarak malum bunu ayettik. Bana uçuştu. Ama onu yapabilecek. Yapışdırarıq. Like atma, abone olmayı unutmayın. Siz bunun devamını da isterseniz devamı gelecek 10 yıl sonra ve biz bunu açıp okuyacağız. Tamam. Sənin də sözün var qızım. Abone olup like atmayı unutmayın. Unutmayın. Bay bay. Öğreteceğiz. Sağ olun, salamat qalın. Hələlik. Helal. Hələlik.